Gəlin paylaşılan suallardan digər tərəfinə baxaq. Baxın, belə bir sual paylaşıb. Mən şəkil çəkmişəm, amma dediklərinə görə şəkil artıq olmayıb burada. Burada deyir, BD-nin DC-yə nisbəti 2-nin 1-ə nisbəti olarsa, SY medianını AD-ni hansı nisbətdə bölər, onu tapın. Bura 2-nin 1-ə nisbətidir. Bura 2x-dır, burada x-dır. Gəlin belə edək. Bir dənə də biz median çəkək. Madam SY mediandır, sən bir dənə də median çəksən, buranı da bərabər bölmüş olacaq bu median. Həmçinin buranın sahəsini də böləcək. Bura S-dirsə, bura 2S-dir. Düzdürmü? Sən bura sahən verdi 3S. Axı, baxın, bu qırmızı xəttlər mediandır. Medianlar 1-in 2-yə nisbətində bölünür. Yəni, sən o biri sahən əgər 3S-dirsə, bu hissə 3S-dirsə, sən bura 1,5S yazmalısan. Niyə 1,5 yazmalısan? Çünki median olduğu üçün 2-nin 1-ə nisbətində bölünmə var. Tərəf nisbətinlə sahə nisbəti eyni nisbətdə bölünür. Yaxşı, buranı tapdım 1,5, onda bu tərəfə də 1,5 yaz. Niyə? Tərəf bərabər bölünür. İndi sənə soruşmurdu mu bu AD-ni tutaq ki, bir Y nöqtəsində hansı nisbətdə bölür? Bax, bu tərəfin sahəsi nədir? S-dir. Bu biri tərəfin sahəsi nədir? 1,5, 1,5, 3S-dir. 3S-in S-ə nisbəti deməli 3-ün 1-ə nisbətində böləcək. Yenə də deyirəm, videonu izləyənlər, bunlar, belə deyək, müdavimlərin dedikləri əsasında yazılmışdı. Oradan indi həyəcanla çıxıb müəllimlərimizin də hamısı, o həyəcanla yadda saxladıqlarının ola bilər içində nəsə yanlış olsun. Deyir, amma sualın məğzi əsas odur ki, eynidir. 2 polis, 2 mühəndis, 2 müəllim, 2 polis ixtiyari ixtisaslar yanaşı olmaqla dərmi masa ətrafında əyləşməyə neçə üsulla əyləşər? Səhv etmirəmsə, burada üsul yox. Deməli, ixtisaslar, çünki kağızdan qeyd edirəm bura. Eyni ixtisaslar dərmi masa ətrafında yanaşı düşməklə deməli, burada nəyi soruşur bizdən? Baxın, bir də deyim. Burada eyni ixtisas yanaşı olmaq şərti ilə verilib. Ehtimalın soruşur bizə. Ehtimalını. Tabii indi burada qısalaşdırıram. Ümumi PDF hazırlayanda bunları nəzərə alacağım. Deməli, nəyin ehtimalını soruşur? Bu 8 dənə adamın dəyirmi masa ətrafında əyləşməyini bilirik ki, 8 minus 1 faktorialdır. Amma sizdən istəyir eyni ixtisaslar yanaşı olsun. Məsələn, 2 polisdir, 2 mühəndisdir, 2 müəllimdir, 2 həkimdir. Bunlar yanaşı olursa, 4 adam kimi sayırsan, 4-dən 1-in çıxanda 3 faktorial qalır. Amma hər iki ixtisas, 2 dənə həkim öz arasında yer dəyişər, 2 müəllim öz arasında yer dəyişər. Bu yer dəyişmələri də nəzərə alsan, əslində deyim ki, sual tipi olaraq asan sual tipidir. Yəni, biz dərslərdə bundan da çətin sual tiplərini işləmişik müəllimlər. 4, 5, 6, 7. Bu 4-lər getdi. 6 ilə 2 getdi. 3. Qaldı məxrəcdə 105, yuxarıda da 2. 105-də 2, yəni imtahana gedənlər təsdiqləyər. Sonra belə bir sual düşüb. İndi buradan təxmini əvvəlini xatırlayırlar, amma ola bilər ki, nəsə bir əmsal səhv olsun. Yenə də siz rəy bölməsində yaza bildirə bilərsiniz ki, harada xəta var. Ola bilər ki, kimsə sualı daha dəqiq xatırlayır və onlar əsasında PDF hazırlanacaq. 3x kvadratı minus 4x plus 1-in nə soruşur? Toxunan bucaq əmsalı. Çox bəsit bir sual. Heç belə deyək, abituriyent səviyyəsində bir sualdır da bu. F'(x) bərabərdir nədir? 6x minus 4-dür. Və sən nə axtarırsan? X 0 nöqtəsində toxunan bucaq əmsalın. K bərabərdir 6 vur 12 minus 4, 8. Toxunanın bucaq əmsalı olacaq 8. Sonra belə bir sual düşüb. Diaqonalları 3-4 nisbətində sahəsi 96 olan rombun kiçik diaqonalına görə, baxın, diaqonalları bir rombun ki 3-4 nisbətindədir. Onda onun bir diaqonalına 3K yazaq, bir diaqonalına 4. Sahəni necə tapırsan? 3K vur 4K bölünsün 2 bərabər 96. Deməli, 6K kvadratı bərabər 96, K kvadratı 16. İndi biz bu sualları müzakirə elədiyimiz üçün müdavimlərlə öz aramızda bəzi şeyləri şifahi surətdə deyirəm sizə. K neçədir? 4-dür. K 4-dür. Onda baxın. ABCD rombudur. Təsəvvür edin ki, bunu biri 4 olsa, biri 12-dir, biri də 16. Bu adam deyir ki, bu kiçik diaqonalına görə qatlanmışdır romb. Yaxşı, onda belə bir şəkil alınır da haradasa. Təsəvvür edin. Rombu kiçik diaqonalına görə qatlayırıq. Və sizdən nə soruşur? B, D, A, C.
Bax, bu aradakı məsafəni x-i soruşur. Gəlin bu şəkli biraz bu tərəfə çəpinə çəkim ki, siz daha rahat görəsiz. Baxın. Bu belə bir şəkildir. Burada arada qalan bucaq 120 dərəcə olduğunu görürük. 120. Deməli, rombda bir şeyə diqqət edin. Kiçik katet ətrafında fırlan, kiçik belə deyək, diaqonal üçün əgər bu qatlanıbsa, onda o qalan diaqonal böyük diaqonaldır. Yəni, bura olacaq 8, 8. Elə bil ki, 8, 8 arasında bir üçbucaqdır. Qıraqları 8, 8, ortadakı bucaq 120-dir. Səndən soruşur ki, bu məsafəni tap. 100, o da 8 kökdür. Heç əziyyət çəkib sinuslar teoremini yazmayın. Hər zaman nə deyirik? Təpədəki bucağı 120 dərəcə olan bərabər yanlı üç bucaq üçün bu A kök altı 3 xəssəsi doğrudur. Hə, belə bir trigonometriya düşüb. Bu da deyərdim ki, rahat trigonometriyadır. Ümumiyyətlə suallara baxıram. Yəni rahatlıqla 90-ı rahat yazmaq olar. Əgər kursu tam bilirsən və təkrar edib gedibsənsə imtahana, hə, yazmaq olar. Yəni çox bezdirici sual yoxdur. Digər tərəfdə isə yuxarını götürün, sadəcə baxın. Kvadrat, kubu. Minus 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa, çıx 1. Fikir verin bura, bax, bu mənfi 1. Bu da müsbət 1 eləyəcək, gedəcək. Aşağı yuxarıda qaldı mənfi 3 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Aşağıda nə qalır bəs? Sinus kvadratı alfa vur mənfi kosinus kvadratı alfa. Buradan da ixtisar gedəndə hamısı nə qalar? 3. Sonra belə bir sualı, bax, indi elə rəydə sağ olsun ki, müəllimlərimizdən yazan olub. Bu sualı oradan yazıram. Bunu soruşur, bunları verib. Bəli, bu sualda elə rəydə yazılmışdı, elə həllini də düz yazıbsınız. Bu arada n üstəgəl m-də 1-dir. Hasili vururam bir-birinə. Nə alınır? Mn üstəgəl 1, üstəgəl 1, üstəgəl 1 böl m vur m. Hay 15-dirsə, onda sizin axtardığınız cavabda 15 çıxılsın ki, 13 olacaq doğru cavab. Bir dənə də baxın, belə bir sualımız var. Baxın, belə bir sual tipi var. Deyir, belə bir tənlik verilib A-2,5. A-nı ödəyən qiymətləri soruşur. Tənliyin 4 kökü olarsa, deyir. Tənliyin 4 kökü olarsa. Tənliyin 4 kökü olarsa A-nı ödəyən qiymətlər. Baxın, bunu belə həll eləyək. Bu vuruqlara ayrılanda x-1, x-3 kimi vuruqlara ayrılır. İndi ən gözəl bunu həll etmə üsulu qrafik üsuludur deyərdim ki, əvvəlcə modulun içində verilən kvadratik funksiyanın qrafikini qurursan. Qrafik nədir? 1-dən 3-dən keçən belə bir qrafik. Lakin modula düşdüyü üçün bu qrafik bax bu tərəfə keçir. Amma bir şey bil. Bu kvadratik funksiyanın təpə nöqtəsinin ordinatı nə qədər yuxarıya keçəcək? Çünki onu tapmasan, tapa bilməzsən burada artıq. İndi fikir verirsiniz burada nəyə? N-in tapırsınız yuxarıdakının. 4 vur, 1 vur 3, minus 16 böl 4 vur 1. Mənfi 1-dir. Deməli, aşağıdan mənfi 1 idi. Onda belə çıxır ki, bu yuxarıya simmetrik köçürmüsənsə, bax, sənin qrafikin artıq yaşıl qrafikdir. Onda yuxarıdan bir qədər keçir. Deyəcəksiniz, müəllim, onun nə önəmi var ki, o yaşıl qrafikin olmağının? 4 kökünün olmasını istəyirsə, sənin bax, bu düz xəttivin tənliyi bu qrafiki 4 yerdə kəsməlidir. Baxın, 1, 2, 3 və 4. Deməli, burada da yerləşsə 4-də kəsəcək. Burada da hara qədər 4 yerdə kəsəcək. Sənin o A-2,5-in 0 nöqtəsində kəsə bilməz ki, 0-da kəssə 2 kökü var. 0-dan böyük, 1-dən isə balaca olmalıdır. Deməli, A-mız hansı ədədləri ödəyir? 3,5 ilə 2,5 arasında, düzdürmü? Burada da A-nın ödəyəcəyi qiymət 3 qiymətində ödəyir. Çünki baxın, bu tərəfdən A kiçik 3,5 alınır və bu tərəfdən isə o ifadə 0-dan böyükdür. Deməli, A-nın yeganə 3 qiymətində ödəyir. Bir dənə də bu suala baxaq. Məhlul məsələsidir. Amma deyərdim ki, həqiqətən bu il elə biz dərsdə də bu proqnozları demək olar ki, vermişdim ki, yəni bu ilin sualları özünüz görəcəksiniz, rahat olacaq. Həqiqətən də iştirak edənlər də eyni sözü deyir. Yəni 20 dənə, 25 dənəni rahat yazmaq olur. Digər sualları da yenə deyirəm, kursu tam bitirən, kitab çox işləyən müəllim. Oradakı deyirlər biraz həndəsədən çətin suallar düşüb. Həndəsəni də yaza bilərdi. Bax, burada deyir x-in 40%-li
məhluldur. Bir də 30 litr y faizli məhluldur. Məhlul nə qədərdir? Litrlərə bax. X-dan 30 götürdüm, məxrəcə yazdım. 40 faizlidir 0.4x, o da 0.3y. Nə qədər olur deyir? Axırda məhlul 40 faizli olur. Vurdum bunu. Deməli 4x üstə gəl 3y bərabərdir 4x üstə gəl 120. Heç nə. Buradan 4x-lar getdi. Y-viz eləyir 40. Y-viz 40-dırsa, x-viz nə qədər olacaq? 20. Çünki ikisinin cəmi 60-dır axı. Səndən də soruşur, bunların fərqini tap. Bu da asan sualdır. İndi suallardan ümumi hamısını bir PDF halına salıb, həm Telegram kanalında, həm də WhatsApp qrupunda ödənişsiz qrupumuz var. Orada paylaşım edəcəm. İzlədiyiniz üçün sağ olun. Siz də bəyənib paylaşmağı, suallarda problem görürsünüzsə rəy yazmağı unutmayın.